Mənim rəfiqəm mənə dedi ki, sənin xəbərin var, o nişanlanıb. Dedim, necə yəni? Nə nişanı? Atlı şəkilləri, nişan şəkilləri. Və telefonda belə baxıram. İstili gəldi hə sənə bir. Elə ağlayıram Ayda, maşında da. Yəni olmaya. deyirəm ki, yəni axı bu mənim evlənəcəyim, xəyalımda qurduğum, onu ata roluna qoyduğum insandır axı da. Yəni bunu necə yəni nişanlanırsam gəl mənə deyən, mən sənə halallıq verim, get xoşbəxt ol. Yəni o bilir ki, mən yapışan bir insan deyiləm də. Özü yoxa çıxdı. O bilmirəm hardan xəbər tutdu ki, mən bilirəm. Mən ona heç nə yazmadım. Prosto zəng elədim ki, görüşə gəl. Axşam idi, özü Məhərrəmli ayı idi. Yağış yağırdı, gecə idi. Dedim ki, gəl statistikanın qurğuna. Bu dedi ki, gəlmirəm. Qorxdu yazdı Allah. Ona elə sözlər yazdım. Ona elə sözlər yazdım. Qaça-qaça gəldi. Gəldi. Qorxutdun onu, dedin ki, mən gələcəm belə. Qızın profilini atdım. Dedim ki, gəlməsən bütün şəkillərimizi falan hamısını atacam da yəni. Aha, halal da sənə xoşun gəldi. O da gəldi. Gəldi, gələn kimi bir dənə şişirlər onu. Bilsən nə, gözüm dönmüşdü. Təsəvvür edirəm. Çox pis idim də, yəni əlim əsirdi, belə ağlamağa dolmuşam, özümə söz vermişdim ki, o 4 il falan var. Necə izah edək? Yaxşı eləmişəm. O belə, yaxşı eləmişəm. Belə deyim, mən nişanlı deyiləm ki, həriliyəm. Bu başqa şeydir. Bu başqa şeydir.